Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Mirzəyeva Gülşən, kurikulum və müsahibə təlimçisiyəm. Müsahibə mərhələsinə hazırlaşan bütün müəllimlərə uğurlar arzulayırıq və mən sizlərə dəstək məqsədi ilə ekranda gördüyünüz 4 sualın izahını verəcəm. Bundan əvvəlki dəfələrdə də bizim videolarımız və canlı dərslərimiz olub ki, hər biri kanalımızda var. Keçid edib onlara baxa bilərsiniz. Kimlər kanalımıza abunə deyilsə, zəhmət olmasa kanalımıza abunə olsun, videomuzu bəyənməyi, öz düşüncələrinizi rəy bölməsində yazmağı və digər həmkarlarınızla paylaşmağı unutmayın ki, digər həmkarlarınız da bu kimi videolardan yararlana bilsin. Hörmətli müəllimlər, keçid edirik birinci sualımıza. Suallarımız həqiqətən maraqlıdır. Gəlin baxaq, sinifinizdə həyəcanlı bir şagird var. Siz bilirsiniz ki, o dərsi bilir, lakin həyəcanlandığı üçün bildiklərini ifadə edə bilmir və suallara cavab verməkdə çətinlik çəkir. Bu vəziyyətdə necə davranardınız? Nə deyir? Deyir ki, bilir, amma ki, həyəcanlandığı üçün artıq öz fikirlərini çatdıra bilmir, bildiklərini çatdıra bilmir. Müəllimlər, şagird nəyə görə həyəcanlansın? Əgər ki, düzgün bir mühiti yarada bilməmişiksə və səhv etməkdən qorxursa, digər belə deyək ki, şagirdlər ona nəsə deyər, müəllim ona nəsə deyər, qorxursa, əlbəttə ki, burada bir həyəcanlanma olacaq. Müəllim nə etməlidir? İlk öncəliklə tədris ilinin əvvəlində sağlam psixoloji, dəstəkləyici bir mühiti yaratmalıdır. Şagird-şagird münasibətini düzgün şəkildə qurmalıdır. Şagirdə empatiya ilə yanaşmalıdır. Onlarda açıq düşüncə tərzini formalaşdırmalıdır ki, hər hansısa bir həyəcanlı şagird belə varsa, o zaman keçdikcə artıq həyəcanı minimuma endirsin, fikirlərini sərbəst şəkildə ifadə edə bilsin. Suallara cavab verməkdə artıq qorxmasın, çəkinməsin. Bəzən olur ki, qorxduğu üçün ki, məsəl üçün mən səhv edə bilərəm, o zaman artıq həyəcanlanır və cavab verməkdən çətinlik çəkir və yaxud da ki, cavab vermək istəmir. Ona görə də şagirdlərdə də məhz o açıq düşüncə tərzini formalaşdırmaq lazımdır ki, biz səhvlərdən öyrənirik. Belə bir mühiti yaratsaq, şagirdə empatiya ilə yanaşsaq, demokratik üslubdan istifadə etsək, şagird arasındakı münasibəti düzgün şəkildə qursaq, əlbəttə ki, şagird zaman keçdikcə artıq fikirlərini düzgün şəkildə çatdıra biləcək və bildiklərini də ifadə edə biləcək. Bu sualı bu şəkildə cavablandırmaq olar. Digər ikinci sualımıza keçid edirik. Deyir ki, sizcə müəllim şagirddə ən çox nəyi öyrətməlidir ki, məktəbi bitirdikdən sonra da ona faydalı olsun? Biz bir müəllim olaraq bilirik ki, fənnimizin bilik və bacarıqlarını şagirdlərə öyrədirik. Əlavə olaraq, məsəl üçün, əməkdaşlıqdır, ünsiyyətdir. Bununla yanaşı onlarda təfəkkürü formalaşdırırıq. 21-ci əsr bacarıqlarını və s. kimi bacarıqları məhz şagirdlərdə formalaşdırırıq, öz fənnimizin bilik və bacarıqlarından da əlavə olaraq. Amma deyir ki, ən çox nəyi öyrətməliyik ki, şagirdlərdə məktəbi bitirdikdən sonra da onlara faydalı olsun. Onsuz da öyrətdiklərimiz faydalı olur. Amma ən çox hansıdır? Bunu məsəl üçün bu şəkildə cavablandırmaq olar ki, emosional intellekti şagirdlərdə formalaşdırmaqla, onu öyrətməklə artıq nə edə bilərik? Onlar məktəbi bitirdikdən sonra da həyatda uğur qazana bilərlər. Biz bilirik ki, emosional intellekti güclü olan insanlar hər bir sahədə uğur qazana bilirlər. Emosional intellektdə nələr var idi? Bizim 5 dənə komponentimiz: özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlıq, hansı ki, digər adı ilə empatiya, münasibətlərin idarə edilməsi. Emosional intellekti güclü olan insanlar özünü dərk edə bilir, özünü idarə edə bilir. Empatiya ilə hər hansı bir insanlar olanda bilirik ki, onlara düzgün şəkildə yanaşa bilir, onları başa düşür, münasibəti düzgün şəkildə olur və belə olan şagirdlərdə həmçinin metakognitiv bacarıqlar da formalaşır. Necə? Metakognitiv bacarıqlarda nə var idi? Yenə də özünü dərk etməsi, özünü idarə etməsi və burada məsəl üçün olur da hər hansı bir məqsədi varsa o məqsədini qoyur, planlaşdırır, ona doğru gedəndə artıq bəzən olur ki, uğursuzluqla qarşılaşır və bu zaman emosiyalarını idarə etməsi, tənzimləməsi və öz işini qiymətləndirməsi, dəyərləndirməsi, refleksiya etməsi, özünün zəif tərəflərini bilməsi, güclü tərəflərini bilməsi və s. Bunların hər biri də metakognitiv bacarıqlarda var idi. Emosional intellekti güclü olan bir insan açıq düşüncə tərzinə sahib olur. Çünki onlarda daxili motivasiya var. Nəsə bir hal olanda artıq təslim olmurlar. Hər hansı bir konfliktlər olduğu zaman belə onu düzgün şəkildə həll etməyə çalışırlar və həll edə bilirlər. Və həyatda uğur qazana bilirlər. Məsəl üçün, biz bu şəkildə cavablandıra bilərik ki, ən çox nəyi öyrədə bilərik? Onlarda emosional intellekti formalaşdıra bilərik. Müəllimlər, emosional intellekti biz şagirdlərdə necə formalaşdıra bilərik?
Məsələn üçün, deyə bilərik ki, istiqamətlendirici suallar verə bilərik, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə strategiyasından istifadə edə bilərik, refleks etməsinə istiqamət verə bilərik, dəstəkləyici mühiti yarada bilərik və s. Bu şəkildə biz etməklə artıq şagirdlərdə emosional intellekti formalaşdıra bilərik və məktəbi bitirdikdən sonra da onlar üçün faydalı ola bilər. Burada məsələn üçün, metakognitiv bacarıqlarda bilir ki, özü haqqında bir biliyə sahib olmasıdır. Bu da ki, emosional intellekti formalaşdırmaqla şagirdlərdə artıq formalaşır və öyrənmə yoludur artıq bilir ki, məsələn üçün, mən necə daha yaxşı öyrənə bilirəm, hansı strategiyadan istifadə etsəm mənim üçün daha məqsədə uyğun olar və s. Bu şəkildə etməklə artıq bu sualı belə cavablandıra bilərik. Sonra digər 3-cü sualımıza keçid edirik. Deyir ki, dərs zamanı bir şagird suala səhv cavab verir və digər şagirdlər ona gülür. Bu vəziyyətdə necə davranardınız? Biz bayaqlarımda da qeyd elədik ki, ilk öncəliklə müəllim tədris ilinin əvvəlində nə etməlidir? Sağlam psixoloji bir mühiti, dəstəkləyici bir mühiti yaratmalıdır. Şagird münasibətini düzgün şəkildə qurmalıdır. Onlar arasındakı empatiyanı formalaşdırmalıdır ki, şagirdlərdə bu kimi hallar baş verməsin və açıq düşüncə tərzində biz şagirdlərdə formalaşdırmalıyıq ki, biz səhvlərdən öyrənirik. Hər hansı bir səhvi belə etdiyi zaman onlar bir-birinə gülmək yox, bir-birinə kömək edə bilərlər, bir-birlərinə dəstək ola bilərlər. Belə düzgün bir mühiti qursaq, əlbəttə ki, hər hansı bir hal baş verdiyi zaman, şagird səhv etdiyi zaman onlar bilərlər ki, biz səhvlərdən öyrənirik. Çünki onlarda açıq düşüncə tərzini artıq biz formalaşdırmışıq. Bir-birlərinə qarşı bu kimi hərəkətlər etməz. Amma məsələn üçün, dərs prosesindəyik, görsək ki, bu kimi hal var, artıq nə edə bilərik? 1-2 dəqiqə şagirdlərlə söhbət edib, onları maarifləndirə bilərik, çalışaraq ki, onlarda o empatiya hissini formalaşdıraq və düzgün şəkildə şagirdlər arasındakı münasibəti qoruyaq, onlarda açıq düşüncə tərzini də formalaşdıraq ki, biz səhvlərdən öyrənirik. Səhv etdiyimiz zaman artıq biz pis olmamalıyıq. Hələ ki, mən bunu bacarmıram, bunu deməliyik və bu şəkildə də artıq digər hissədə, digər məsəl üçün tapşırıqlarda nəyisə daha düzgün şəkildə yerinə yetirməyə çalışmalıyıq. Səhv etdiyimiz zaman da həvəsdən düşməməliyik və bu şəkildə də hərəkət etmək, belə deməyimiz, belə etməyimiz doğru deyil. Bu şəkildə maarifləndirici bir söhbət apara bilərik. Gəldik sonuncu sualımıza. Çox maraqlı bir sualımızdır müəllimlər. Və sizdən də xahiş edirəm ki, rəy bölməsində siz hansını seçmisiniz, onu qeyd edin. Deməli, deyir ki, əgər bir meyvə olsaydınız, hansı meyvə olardınız və niyə? Mənə də çox maraqlıdır ki, siz hansını seçmisiniz. Bu sualı belə cavablandırmaq olar ki, nar olardı və əlbəttə ki, mahiyyətini də izah etməliyik ki, nəyə görə biz narı seçmişik? Çünki nar Azərbaycanın milli rəmzlərindən biridir və birliyin, bərəkətin simvoludur. Onun hər dənəsi, bu şəkildə deyə bilərik də, fərqlidir, amma birlikdə bütöv bir meyvə təşkil edir. Nəyi qeyd elədik? Dedik ki, birlikdir, hər dənəsi fərqlidir. Və bunu şagirdlərimizlə əlaqələndirə bilərik. Deyə bilərik ki, mən də bir müəllim kimi fərqli xarakterə, marağa və bacarıqlara malik şagirdləri vahid məqsəd ətrafında birləşdirməyi, hər birinin fərdiliyinə dəyər verməyi vacib hesab edirəm. Burada məsəl üçün biz qeyd elədik ki, vahid məqsəd. Vahid məqsəd nədir? Ümumiyyətlə biz fənnimizin bilik və bacarıqlarını şagirdlərə öyrətməkdir məqsədimiz. Və məsəl üçün bugün dərsimiz varsa, az standartda olan bizə qoyulan tələb hansıdır ki, biz şagirdlərdə o bilik və bacarıqları formalaşdırmalıyıq. Məqsəd bundan ibarətdir və biz şagirdləri o təlim nəticəsini aparıb çatdırmalıyıq, o məqsədə aparıb çatdırmalıyıq. Ona görə vahid məqsəd ətrafında birləşdirməyi və əlavə olaraq da bilirik ki, şagirdlərimiz fərqlənir. Hər birinin fərdi şəkildə yanaşmaq lazımdır. Potensialları fərqlidir, öyrənmə tərzləri, intellektləri və s. Ona görə də hər birinin fərdiliyinə dəyər verməyi vacib hesab edirəm. Biz o şəkildə qeyd elədik. Müəllimlər, bu sualı belə cavablandırmaq olar. Yəni, nar olardım, biz belə cavablandırdıq. Yenə də qeyd edirəm, sizin düşüncələriniz nədirsə, rəy bölməsində yaza bilərsiniz. Belə müəllimlər 4 sualın geniş şəkildə izahını verdim. Ən sonda isə müsahibə dərslərimiz haqqında məlumat vermək istəyirəm. Dərslərimiz həm MİQ üzrə təşkil olunur, həm də ki, sertifikasiya üzrə təşkil olunur. Fərdi dərslərimiz də var, qrup dərslərimiz də var. Fərdi dərsləri mən tədris edirəm, qrup dərslərini isə Ayşə müəllimlə bir yerdə tədris edirik. Burada da qeyd olunub ki, müsahibə dərslərimizə xüsusi endirim var. Həm fərdi dərs üçün keçərlidir, həm də ki, qrup dərsi üçün keçərlidir. Qeyd edim ki, fərdi dərs üçün 10 gün ərzində bizim endirimlərimiz var, müəllimlər. Və sizdə ünsiyyət çox vacib lazımdır ki, biz ünsiyyət
edə bilərik, danışa bilərik. Məsələn üçün müsahibədə artıq bizə sual veriləcək. Bizim ünsiyyətimiz zəifdirsə, danışa bilməyəcək müəllimlər. Ona görə də biz bunu vacib hesab etdiyimiz üçün canlı formatda müəllimlərə sual-cavab edirik ki, onlarda ünsiyyət formalaşsın. Sizə lazım olan hər bir materiallar göndərilir. Nəyi necə etməlisinizsə, hər biri öyrədilir və müsahibə mərhələsinə tam hazır formada gedirsiniz. Əgər siz də xüsusi endirimdən yararlanmaq və bizimlə bir yerdə uğur əldə etmək istəyirsinizsə, buyurub əlaqə nömrəsindən əlaqə saxlaya bilərsiniz və dərslərimizə qoşula bilərsiniz. Əlaqə nömrəsi burada qeyd olunub müəllimlər 050 566 0061. Hər birinizə uğurlar arzulayıram. Sağ olun müəllimlər, növbəti videoda görüşənədək.